Ədəbiyyat həyatı dərk etməyi elmdən sonra ikinci əsas vasitəsidir. Elm faktların, sistemlərin, məntiqin türü dili ilə, sənət isə obrazlardır. Elmi idrak alimlərə, sənət idraki, bədii idrak sənətkarlara məxsus olsa da, alimə əsasən mütəxəssislər, sənətkarı isə demək olar ki, hamı başa düşür. Ədəbiyyatın vəzifələrindən biri söz verməkdirsə, ikincisi insanları tərbiyə etmək, onlara gözəl mənəvi, əxlaqi sifətlər aşılamaq, həyatda düzgün mövqe tutmaqda kömək göstərməkdən ibarətdir. Dünya eləcə də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, klassik sənətkarlar, həmçə ədəbiyyatın tərbiyəci imkanlarına xüsusi fikir vermiş, öz əsərlərində böyük idealların, müqəddəs məqamların, arzuların daşıyıcısı olan kamil qəhrəmanlar yaratmışlar. Milli kinomuzun, teatrımızın, musiqimizin inkişafında yazısı və şairlərimizin böyük rolu olmuşdur. Süleyman Rəhimovun Mehman Polis əsasında Qanun naminə, Dədə Qorqud Dastanının Notüvlər əsasında Dədə Qorqud filmi, İsmail Şıxlının Dəli Şür romanı əsasında Dəli Şür kinosu, Mirzə İbrahimovun Böyük Dayaq romanı əsasında Böyük Dayaq filmi, Səməd Vurğunun Aygün poeması əsasında Aygün kinosu, Həsən Seyidbəyli, İmran Qasımovun əsərlər əsasında Uzaq Sahillərdə kinosu, Mirzə Fətəli Axundzadənin komediyası əsasında Dərviş Partisi partladır, Sabit Rəhmanın əsəri əsasında Əhməd Qaradağlı kinosu və s. Azərbaycan kinosunu zirvələrə qaldırmışdır. Şairlərimizin yazdığı şeirlər əsasında neçə musiqi əsərləri yaranmışdır. Nə yaxşı ki, bu cür dahilər yetişdirən, şəxsiyyətlər yetişdirən bu torpaq bizimdir, bizim vətənimizdir. Biz fəxr edirik ki, Azərbaycanlıyıq. İndi isə gəlin Azərbaycan ədəbiyyatının inciləri ilə tanış olaq. Tarixin uzaq səhifələrindən, keçmişimizdən, şifahi xalq ədəbiyyatından gələn səslər. Akşamınız xeyir olsun. Böylece 7 günün, 7 gecenin ayrılığından sonra hoş gördük her-birinizi. Hoş gördük ağır yatıp, gülgül duran illerimiz, obalarımız. Bunlar deyip baktı, vədəni gözleyenlerimiz. Dede baba sözün övüş bilenlerimiz. Boynun özü geldi, dolandı düzü geldi. Sobanın uzarında üçücük kuzu geldi. Qara öküz aranda, çıxar gündüz aranda, Hodat murada çəkər torpaqdan baralanda. Səkin əfis mərd olur, səkilən namərd olur. Təmir ötür dünyəsə kəsib olur, pərt olur. Allah alacaqmışıq, şal alacaqmışıq, oğlan adamı yıxaqlamağa gəlmişik. Gözün bəxtər olsun, qohumlar sağ olsun, qızın getdiyi yollar yansız çılçıraq olsun. Mən aşıq qoşa dağlar, çatıb baş-başa dağlar. Sizdə oğlu gezin, dönəsiz daşa dağlar. Aman aman oldu, gəlib halın yaman oldu, gəl. Bir də səni görərdim, axır zaman oldu gəl. Sən məni saxla məni, ildə göyərdərəm səni. Mən səndən can istərəm, damarda qan istərəm. Aç yıxırsan, gəl sənə, gəl salan, gəl sənə. Səni doldursan, keçər yola salsana. Laylar beşiğin laylar, evin eşiğin laylar. Sən yaxın amçilən, saçı keşiğin laylar. Layla dedim gündə mən, köydə də sən gündə mən. İldə qurban yolar, sənə qurban gündə mən. Dağlar dağlar, sümbülü sarlar, qoca qarlar bağlı. Başıma mən dolanım, mən dönüm, mən dolanım. Səni Allah saxlasın, sayəndə mən dolanım. Əzizinəm bir də mən, doldur bizim bir də mən. Ömür keçdi, gün keçdi, cavan olmaram bir də mən. Əzizim sarayından, xan gəlir sarayından. Gündə bir kərpiz düşür, ömrümün sarayından. Bir varmış bir yoxmuş, çox qədim zamanlarda dağılmış parçası. Molladan soruşurlar, az molla səhər edin, molla da hamı eyni tərəfi göstərir. Vətənə gəldim, imana gəldim. Qorqud Dastanından, Oğuz elinin Assaqqalı, İblisi, Uzaq görən müdriyi, igidlərə ad verən, Ozanlar Ozan Dədə Qorqudum. Xalq aşıqları mənim, qopuzum isə qazın varislərdir. Gəlinə ayran demədim, mən Dədə Qorqud, ayrana doyran demədim, mən Dədə Qorqud. İynəyə tikən demədim, mən Dədə Qorqud, tikənə sökən demədim, mən Dədə Qorqud. Ədəbiyyatında 17-nin beyti divan, Nədən xərabələr qəstəsi, Gökdən xərabələr poeması, bədii nəsil nümələri kimi fəqəsələr bəxşləmiş.
Şamaxı, ey mənim sevimli yurdum, mən sənin qoynunda xanimam qurdum. İndi isə acığın tutmuşdur ona, sənin qucağından ayırsam ona. Ümidim pənahım Təbrizdir, Təbriz, o şəhər dəmini doğmaz əziz. Gəncəliyəm. Rübailərdə bu humanizm, səmimi hissləri, dərin fəlsəfi fikirləri qələmə almışam. Bu dünya bir qızıl kuzəyə bənzər, suyu gah şirindir, gah da ki zəhər. Çox da öyünmə ki, uzundur ömrüm, əcəl köhdəlində hazırdır yəhər. Mən Azərbaycanı dünyada tanıdan dahi söz ustası Nizami Gəncəviyəm. Dünya ədəbiyyat xəzinəsinə həmsə ki nadir sənət incisi bəxş etmişəm. Sultan Səncər və Qarı. Zülm edib bir qarıya çoxu durmuşdular qan. O da Sultan Səncərin tutaraq yaxasından. Dedi ki, səndə insaf az görmüşəm, qulaq az. Səndən gördüyüm zülm heç vaxt hesaba sığmaz. Bir kefli darğa gəlib evimdə məni söydü. Salıb təpik altına, doyunca döydü. Mən günahsız qarının saçlarına atdı əl, üzü üstə sürüdü, evdən çölə əl. Camaat arasında söyüb məni qudurdu, evimin qapısına zülmü möhrünü vurdu. Biri olan, ictimai fəlsəfi lirikanın ən qüvvətli yaradıcılarından olan İmadəddin Nəsimiyəm. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər namərkan mənəm, kövnü məkana sığmazam. Əşq əfərci kafinin, məndə bulundu cümlətin, kəs sözünün və əqsam ol, şərh-i bəyana sığmazam. Üstadı, ərəb rəvayəti Leyli və Məcnunu Azərbaycan dilində yazıb zirvələrə qaldıran Məhəmməd Füzuliyəm. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradın şəmi yanmazmı? Qamı bimarinə canan, dəva-i dərd edər ehsan. Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Qəmin pünhan tutardım mən, dedilər yara qılırım şən. Desəm ol bir vəfa, bilməm inanarmı, inanmazmı? Qılmaz sənə tənə eytülər, üçün özünə ziyan edirsən, yaxşı adına yaman edirsən. Üçün sənə tənə edə bəcü, namusuna layiq iş midir bu? Nazik bədəniyə bərcücürsən, əlmanə deyilməyikən yünürsən. Lalə kimi səndə dürüst çoxdur, əlmanə deyil qızın açıqdır. Təmkinə cümlə qalma təbdir, qızsan, ucuz olma, qədrini bil. Hər surətə əs kimi baxma, hər gördüyünə su kimi axma. Meygər səfa verər dimağa, axdığı üçün düşər əyağa. Şey bunu sırrıcı carmağa, dürçüdür şahvarmağa. Sözlər deysən ki bilməzəm mən, məzmunu fəhim qılmazəm mən. Deysən məşuqu eşq-i aşiq, mən sadə zəmir tifli sadiq. Bilmən nədir ol hədisə məzmun. Söylə, necə olmaq gərəkdir? Eşqin qılmazdı kimsə yadır, ha səndən eşitdim indi adır. Həm sən deyirsən ki məktəbə var, həm sən deyirsən ki getməz intihar. Qanun sözə necə etiqadın olsun, sənə necə etimadın olsun. Siz qoşun və gəzələr ustası Molla Hənəf Fatihəm. Boyun sürahıdır, bədənin duldur, gərdənin çəkilmiş, minədan pəri. Sən ha bir sunasan, güzel düşürsən, bir bölük yaşıqlar sunadan pəri. İnqilabda şirin sözün nəzəli, şəkər gülüşündə canlar nəzəli. Ellər yaraşığı, ölçü gözəli, nə gözəl olubsan, sunadan pəri. Ama niyə ağlayırsan? Tüt cəhənnəmlə. Ağabət, sən Allah niyə ağlayırsan? Tüt cəhənnəmlə deyirəm, bu işini tutur. Sən ki iş tutmazsan, elə ağlayırsan. İndi mənə deməzsən, bir banıma deyirəm. Dedə görüm, niyə ağlayırsan? Çıx get deyirəm, bu işimi görüm. Ah, gedim anama deyəcək. Anam gəlib sorsa ki, nə əcür ağlayırsan, nə deyəcək? Yaxşısı tutanaram, dəyərdim ki, çağlamam. Qız, bu uşağı niyə yıxılmırsan? Hayır, deyirsən, dik oturur məyər, səhərdən mən qoymayam ki, kimsəndə yunlaram. Mən daxılın sana doydum, tələdim. Qanıdan almayasın ki, ana balam yalan deyil, heç bir işlə görmür. Elə yalvarırdım. Mən də soruşdum ki, niyə yalvarırsan? Tələdim, nə deyil olur. Şərəfliysə, ağlamaq nədir? Sənin ki, anansa, atansa, yeməyin bul, içməyin bul, sən nəyə görə ağlayırsan? Adamında gözünün qabağında. Ayır əkilmiş, mən həsən ağlamışam. Ana, vallahi ağlamırdım. Axırda ana, vallahi ağlamırdım. Şükür, atamsa, anamsa, dəxi nəyə görə ağlamır? Bəs niyə demirsən ki, adaxlımda gözümün qabağında? Adaxlım kimdir? Necə yəni adaxlım kimdir? Şahbaz bəy, əmin oğlu Şahbaz bəy kimin adaxlısıdır? Atan Allah boyunca ilgün sonra elə bir toy edəcəkdir ki, bütün Qarabağda səslənəcək. Bugün anam nələr söylər, Şahbaz bəy əmrüzünə çıxıb gedir. Atam kimi tasa davranır. Şahbaz gedir, Şahbaz kiminlə gedir? İndi başa düşdüm ki, qızı şu an
analığımız imiş, göz yaşı əlində olur. De görüm sən heç deyim ki, Şahbaz gedir. Özü, bəs Şahbaz hara gedir? Nə bilim, Paris'ə müfrəncəm, dilim də yoxuşmur, adı batmış. Bəs Şahbaz kiminlə gedir? Qonağımız Müsör Jordan ilə. O bizim çocuq İvan Frenci ilə. Onun Paris'də nə etirazıdır? O niyə Paris'e gedir? Nə bilim, sağ uşaqdır. Müsör Jordan mənə sahib ki, Paris'də yığıncaqlarda qızlar gəlir, uzaq oturur. Bu da həvəsi parti etmək istər. Asıl Gülçöhrə, o biri damdan get, Şahbaz, sağ görüm bu nə söhbətdir? Kimdir sevən bilca qərənfi, sənə mən aşiqi, şeyda qərənfi, səni gülşən içrə aşiqdə gördüm, yəqin bildim tutub sevda qərənfi, belə pajmürdə hal ilə durubsan, düşər güllərə doğma qərənfi. Mən böyük yazıcı Smolson, Azərbaycanda və ümumiyyətlə İslam şəhərində milli dramaturgiyanın və realist nəslinin banisi Gülşən Fətəli Axundzadə. Vermərəm tarixdir, cümlə bu dünyaya səni. Qorxuram ki, nəzər əhliyə namışdır söz, oxşadan üstündə hərçənd tamam ayə səni. Mən Azərbaycan poeziyasının qüdrətli söz ustası, minlərlə binlərcə əxlaq, mənəviyyat, gözəllik bəxş edən aşıq Ələsgərəm. Axşam sabah çeşmə sənin başına, bilirsənim neçə canlar dolanır. Billur buxar, lalə yanar, ay qabaq, şahmar zülfü pərişanlar dolanır. Kain Bök ustadı Cəhənnəmət Qurzadə. Ax unudulmuş vətən, ax yazıq vətən. Dünyalar titrədi, aləmlər, güləşlər bir-birinə qarışdı. Millətlər yuxudan oyanıb gözlərini açdılar. Pəyakində düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən hardasan, ay çayı? Bilim, Molla Nəsrət bizi, Sakit Şehir Məktəbinin yarısı Mirzə Əkbər Sabirəm. Mən belə əsrarı qana bilmirəm. Qanmaz olub da dayana bilmirəm. Deyirlər utan, heç kəsə bir söz demə. Haqq sözü olarkən utana bilmirəm. Neyləməli göz görür, əqlim kəsir, mən günəş göydə qana bilmirəm. Mən ən yenidir Azərbaycan dramaturgiya banisi müasir ədəbi qədim bilinç formalaşmasında əhəmiyyətli təsir göstərən Cəfər Cabbarlı. Kimdir müqəssir, yaşadaraq öldürən, öldürərək yaşadan, səfirlər padişahı Oqtay Eloğlu və yaxud Alman darisi Böyük Şiller. Ən Azərbaycan ideologiyasının yaradıcılarından biri, ən yeni dövr Azərbaycan poeziyasının və müasir Azərbaycan dilinin banisi, ilk xalq şairi adını alan Səməd Vurğuna. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən, ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan. Görkəmli xalq şairi Bəxtiyar Vahabzadəyə. Ey doğma dilində danışmağı ar bilən fasonlu ədəbazlar. Könlünüzü oxşamır, qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, ancaq vətən çörəyi sizlərə gəlmir. Görkəmli nümayəndəsi Cənubi Azərbaycan şeirinə, xalq ruhuna, xalq həyatının unudulmaz mənzərəni gətirən Məhəmməd Hüseyn Şəhriyaram. Heydər baba, ildırımlar çaxanda, sellər, sular, şadlıqlar baxanda, qızlar ona sat bağlayıb baxanda, salam olsun şöhrət üzə, elüzə, mənim də bir adım gəlsin dilüzə. Heydər baba, kəndliklərin uçanda, kol dibindən doğuşan qalxıb qaçanda, bağçaların çiçəklənib açanda, bizdən də bir mümkün olsa yad elə, açın mən ürəkləri şad elə. Mən xalqın vətənpərvər şairi, vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim deyən Məmməd Arazam. Azərbaycan mayası nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyəndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər.